Putinə də təcili bir çağırış gəlib, sərhədləri tezliklə bağla, belə bir xəbərdarlıq çağırış Putinə nəyə və niyə edilir, səbəb nələrdir və buradan konkret olaraq kimlərin belə bir çağırış etməsi ilə bağlı təbii ki, dəqiqliyi ilə, təfsilatı ilə məlumatlara diqqət edək. Hər halda Rusiyanın içərisində vəziyyət olduqca qarışıqdır və Ukrayna ilə savaşın şiddətli qarşıdurmanın və müharibənin davam etdirdiyi Putin rejiminin belə bir aqressiyası fonunda sərhədləri bağlaması çağırışı nəyə xidmət edir və kimlər burada yer almağa çalışır? Rusiya prezidenti Vladimir Putin təcili sərhədləri bağlamalı və milyonluq ordu toplamalıdır. Bu sözləri Kremlin ideologu kimi tanınan Rusiyalı filosof Aleksandr Dugin səsləndirir. Bu ilin Rus ili olub-olmayacağını, qələbəyə doğru gedib-getməyəcəyimizi qarşıdakı aylar müəyyən edəcək və ya Rusiya məhv olacaq. Tez-tez çağırış etdiyim tam səfərbərliyin vaxtı gəlib çatdı. Ordu qarşıdakı aylarda 1 milyon nəfərə çatdırılmalıdır, artırılmalıdır onların sayı. Bunu Prezident Putindən xahiş etmişəm. Əminəm ki, xahişim eşidiləcək və yerinə yetiriləcək. Bunu Kremlin aparıcı filosoflarından, təbliğatçılarından, ruporlarından, ideologlarından hesab olunan Dugin növbəti dəfə Putinə edilən mesajında